Hər gün 2300 tondan çox bərk məişət tullantısı atılır. Bu göstərici qarşısında şəhərin ümumi təmizliyi təmin etmək kifayət qədər təbii ki, mürəkkəb proses hesab olunur. Amma Balaxanda fəaliyyət göstərən bərk məişət tullantılarının çeşidlənməsi zavodunda nəinki proses tənzimlənir, hətta elektrik enerjisi də istehsal olunur. İndi necə? Sualın cavabı sıradakı reportajda. Əvvəlcə tullantılar emal edilir, sonra isə hazırlanan məhsullar dünyanın 10-a yaxın ölkəsinə ixrac edilir. Təmiz Şəhər Açıq Səhmdar Cəmiyyətinin Balaxanada yerləşən təsərrüfat sahəsindəyik. Burada bərk məişət tullantılarının çeşidlənməsi və yandırılması zavodları, Balaxanı Sənaye Parkı, həmçinin bərk məişət tullantılarının zərərsizləşdirməsi poligonu fəaliyyət göstərir. Hər gün 2300 tondan artıq bərk məişət tullantıları bu təsərrüfat sahələrinə gətirilərək ən müasir üsullarla zərərsizləşdirilir. Burada tullantılar çeşidləndikdən sonra yararsız hissə yandırılır. Qalıq tullantılarsa tullantıların zərərsizləşdirməsi poligonuna göndərilir. Təkrar emala yararlı olan tullantılar, kağız, plastik, oduncaq, qara metal, əlvan metal və digər yararlı materiallar bu zavodda çeşidlənərək təkrar emal müəssisələrinə göndərilir və həmin müəssisələrdə deməli yeni məhsul istehsalında həmin təkrar xamaldan istifadə olunur. Yarım avtomatlaşdırılmış texnologiya əsasında qurulan zavodda il ərzində 100 min tona qədər tullantı qəbul edilərək çeşidlənir və təkrar emala göndərilir. Balaxanı Sənaye Parkında fəaliyyət göstərən rezidentlər kağız, karton, taxta, oduncaq materialları, butulka, plastik qablar və digər tullantıların emalı ilə məşğuldular. Burada istehsal olunan məhsullar Rusiya, Belarus, Gürcüstan, ABŞ, İsveçrə, Hollandiya və digər bu kimi inkişaf eləmiş xarici ölkələrə ixrac edilir. Qeyd edim ki, hal-hazırda burada plastik kütlələrin təkrar emala cəlb olunması prosesinin şahidiyik. Bərk məişət tullantıları çeşidləndikdən sonra bu müəssisədə belə xırda hissələrə ayrılır. Bu xırda hissələrdən sonraki mərhələdə isə xüsusi avadanlıq vasitəsilə çox qısa müddətdə, saniyələr ərzində gördüyünüz bax belə plastik taralar. Hansı ki, bu hər birimizin istifadəsində olan məhsuldur. Bakı bərk məişət tullantılarının yandırılması zavodunun fəaliyyəti ekoloji baxımdan önəmli bir addım olaraq alternativ enerji təminatında da müstəsna rol oynayır. Zavoda gələn tullantılar yandırılaraq elektrik enerjisi əldə olunur. Əldə olunan elektrik enerjisinin deməli miqdarı il ərzində 200 milyon kilovat-saat elektrik enerjisindən çoxdur. Həmin elektrik enerjisi deməli Gəncə boyda bir şəhərin elektrik enerjisinə təchizatına kifayət edir. İllik gücü 500 min ton olan zavodda məişət tullantılarının yandırılması nəticəsində təxminən 110 min ev təsərrüfatını elektrik enerjisindən təmin eləmək mümkündür. Zavodun fəaliyyəti tullantıların ümumi həcminin azalmasına, təbii resurslara və enerjiyə qənaət olunmasına, yaşıl biznesin genişlənməsinə, həmçinin ətraf mühitin mühafizəsinə xidmət eləyir. Emil Məlikov, Elvin Qəhrəmanov, ASTV Xəbər.